Keçmişəm iftarın yeməyini hazırlamağa. Deməli, burada toyuq sosu hazırlayıram. Belə qəşəng qovururam. İndi ətimi, kartofumu qovurulsun demək qəşəng. Daha qovurulub demək olar ki, baxın, yağa düşür. Duzunu, bir də suyu qalıb. Onları da əlavə eləyəcəm. Biber falan hər şey doğramışam. Duzunu və suyunu əlavə edəcəm, qoyacam pişsin, qaynasın. Keks hazırlayırıq yenə meyvəli. Göyəm, bir də zoğal doğramışam belə buzlamada olandan. Almamız da var idi. Xarab olmaq istəyirdi. 4-5 dənə də alma doğradım. Burada da içliyimizi, xəmirimizi Dəniz hazırladı. Deməli, burada var. Mən 2 tava eləyirəm. Burada var 2 stəkan qatıq, 2 stəkan duru yağ, Aylin yavaş, 2 stəkan pesok, ondan sonra 4 ədəd yumurta, 2 paket qabartma tozu, 4-5 stəkan da un. Bunlar 2 paçka da vanil. Bunları qatıb qarışdırmışıq. Qəşəng xəmir alınıb belə. Baxın, amma xəmiri belə qəşəng açmaq lazımdır və belə olanda piroqa oxşamır da, yəni biskvit kimi olur. Necə deyim, yumşaq olur, yaxşı olur. Ovunuq olmur. İki hissəyə bölürəm xəmirimi. İnanırsınız, alınma bizə çatmır. Hər gün şirniyyat alınır, amma hər gün də çatmır. Həm biz yəni çox sevirik, həm mamam iş aparır, yoldaşım aparır, işdə çay içir. Yəni o imsakda yeyirik, iftarda çayla içirik. Ona görə çox lazım olur. Alınmanda çatır, belə olanda amma bərəkətli olur. Buna çox oldu, qoy. Bir qaşıq buna tökəcəm. Yayaq. Yaxşıdır. Bunu da yayım. Söndür.
Belə artıq hazırdır. Baxın. Deməli vişnə də var, göyəm də var, gavalı da var, alma da var. Bu buzluğumda olanların hamısından da istifadə eləmişəm. Baxın, nə gözəl. Belə. Aparım qoyum bişsin. Kekslərim pişdi. Pirog, keks, yəni fərqi yoxdur da. Belə bu istidir. Bu sonuncusudur. İstidir. Bir də bu. Bunu da üzərinə qoymuşam. Belə çox dadlı olur. Ağzını açıq qoydum ki soysun. Daha sonra içərisinə qoyacağım. Qapağını da belə bağlayacağım. Pişdilər. İndi qoy biraz soysun. Əslində bu soyub artıq. Amma yenə də baxın çox dadlı olur həqiqətən. Çox əla, çox dadlı olur. Məsləhət görürəm ki hazırlayasınız. Deməli yoldaşım başının üstündə gözləyir ki kəsvir. Gözdə belə qəşəng. Hamısı bişibdi. İkisi də qaynardı qəşəng. Çox qəşəng alınır. Həm bərəkətlidir, həm çox ne deyim, vitaminli də bütün meyvələr var içində. Buradan kəsmişəm. Yoldaşım dayanmadı, kəsdim. Bir isti bir qıça yeyim. Belə axşam iftarda çayla içərik inşallah. Hazırlamaq istəsəz siz də hazırlayın. Reseptini istəsəz lap yaza da bilərəm. Çox qəşəng keks olur. Pirog, keks, yəni nə deyirsinizsə meyvəli. Bir də bunun üzərinə pudra, şəkər pudrası tozu, şəkər tozu tökəcəm. Bir də yoldaşım zəng vurdu ki, noxud lapası supu bişir. İndi onu hazırlayıram. Kök, soğan, kartof, yağ qovururam, qəşəng qovurdum, tomat əlavə elədim. Noxud lapamı da hazır bişirmişdim keçən dəfə. Yarısını istifadə etmişdim, yarısını buzlamaya atmışdım. İndi bunun içərisinə əlavə eləyəcəm. Belə əlavə elədim. İndi suyunu da əlavə eləyirəm. Belə. Burada yavaş açıldı. Suyum istiydi. Çaydandan doldurmuştum. Açıldı. Mən sizə tontişlərimi göstərim. Bunları bugün təmizlik etmişik. Akvariumu yummuşuq. Qəşəng. Bu şirin qızlarımın akvariumunu yummuşuq. Təmizləmişik. Daşlarını yummuşuq. Güllərini yummuşuq. Şirinlərimə indi yemək tökdüm. Yeyirlər. Baxın. Bu qabıqdan çıxır mama. Nə? Böyük balığa bax, qabıqdan çıxır. Yəqin qabıqdan çıxma vaxtıdır. O ya qabıqdan çıxır, ya da bir-biri ilə dalaşıb olar, bir-birini eləyir. Dalaşırlar. Gözə gəlib bir yerdən gəlir, niyə dalaşırlar? Nə bilim. Onda bax bir dənə şəf qoymaq lazımdır, hə? Mütləq. Əldə düşürük o bizim. Arkada. Çim ediblər. Qızlarım çim ediblər. Baxın. Necədir qızlarım? 2, 4, 6, 7. Balaca hardadır orada? 8'di baba. 7'dir qızım. Biri ölmüşdü. Baba hepsi aynı yerde toplaşıplar. Bak baba. Hı. Bak ne bu yüze gelirler bak o yüze. Sürü halında gəzirlər də. Haydi qoy. Üzərində belə gül var. Gülümüzü də yumuşuq. İşıq aboydan dolayı qarandıq düşür aboy. Çox tünd rəngdir deyənə. Yaxşı telefonum yaxşı çəkir. Bunu da yumuşuq üzərinə qoyuruq. Həmişə bilirsiniz. Yumuşuq. Üzərinin ağacında. Burada Aylin seyr edir. Aylinimiz xəstələnib. Bax, qızlarım. Yemək yeyir. Hamı girib bir-birinə. Çünki iftarda stolumuzun, masamızın süfrəsini götürmüşük. Anam qərar gəldi ki, biraz da belə işlədək. Bilirsiniz, yasəmən rəngindədir və şüşədir.
Belə kələm turşumuz var, çörəyimiz, balıq, qızartması və qreçka, subumuz mütləqdir. Soğanımız, bu da bir yeməyimiz. Mən də indi gedib iftarımı açıram. Nuş olsun qızlarım. Sağ ol. Demdə yemir. Niyə yemirsən aşkım? Ya sup ye, ya balıqla qreçka ye. Yağlı balıq verim sənə ət. Qoş da. Ailəni xəstələndirmişik xalalar. Yeyin. Nuş olsun. Mən də gedim özümə süzüm. Əllərimi sağ. Nuş. Oturduq çay süfrəmizə. Bir stəkan çay içək. İftardan sonra yeməyimiz də yedik. Balığımızı, qreçkamızı, subumuzu içdik. Nə var Fidan? İndi də çayımızı içək. Limonum yoxdur. Mağazaya da getmişəm, yadımdan çıxıb. Baxın, piroqlarıma, kekslərimə. Nə bilim, nə deyirsiniz, düşdü. Belə. Yəni kim necə adlandırsa. Görün nə gözəl şişiblər. Belə alınma qoğallarımız da var. Şor qoğalı, şirin qoğalı. Çək. Qablar yuyuldu. Hər iş görüldü. Buradayamsa bilin ki, qablar yuyulub. Təmizlədik masanı falan. Qabları yuduq. Hər şey əla. Bunu da üzərini örtdük. Belə örtürük üzərinə. Tosterimizi də qoydum üstünə. Belə mamam bu rəngi o qədər sevir. Deyir qoy, həm çox sevirəm üstündə olsun, həm də toz olmasın da qorusun üzərini. Belə kum teldir bizdə. Məndə bilirsiniz, digər də boz rəngdə var kum tel. Bir də ki, mebelin içinə olan da var, o digər evimdən. Onu da inşallah yenə mebel yığdıranda içərisinə yığdıracam. Burada onu gətirmədim də istifadə eləməyə. Bunlar da veçini dalaşır. Ay Zuzi, Zuzi sən nə olub? Zuzi sən nə olub? Zuzi vaşaqlaşdı Zuzi. Zuzi qızım adam bacısını dişləmir. Zuzi adam bacısını dişləməz. Neysə bizdə vəziyyətlər belədir. Zuzi uşaq, Fidangil ondan betər uşaq, bütün günü dalaşmadı. Qoy yerə, əzilməsin. Qoy yerə, sən də gedə əllərimi falan yu. Gəl. Buna bax, ataşdır da, ataş. Qız da ama oğlandı. Oğlan bundan sakitdir, bir dəcəl qızdı. Oy, oy, dur, çay içirsən. Gedələr video çay çək. Dişlədi. Bizdə Zuzi tərtəmizdir, əllərimi yu deyirəm, elə pis başa düşərsiniz. Bu da zibil qoymamışıq, boş paketlər yığmışıq, hələ ki təzədə istifadə olunmayıb. Zuzi tərtəmizdir, grooming olunur, çimizdirilir evdə, istər oyanda, dərmanları verilir, hər şey vaxtında olunur. Sadəcə, yəni ki, o dişləyirlər, bir-birini cırmaqlayırlar. Nə qədər təmiz də olsa, yəni də insan daim əllərini yumalıdır, çay yemək qəbulu zamanı. Çox da evdə də saxlanılırsa, baxılırsa da adi, yəni tək buna yox, akvariuma belə görsən toxunur, deyirəm ki, məsələn əllərinizi yuyun. Hara olsa da, yəni tez-tez əl yumaq yaxşıdır. O qalmışdı ki, yəni o da bir canlıdır. Eləmə bitkilərə, torpağa, hər zaman da, yəni mən həmişə əllərim çox. Zuzi, hoqqa verirsən Zuzi? Bəsdir qızım, bəsdir. Fidan dur sen de git, gel çay iç. Zuzi. Çok yatmazlar. Bir süre yatıp çıkarlar diyorlar. Onlar çıktıktan sonra ne olacak? İnşallah hiçbiri çıkmaz. Bir ömür yatarlar.